Herkese salam, kanalımıza xoş gəlmisiniz. Bu videoda mən fərqli üsulla çox ləzzətli, üzəri xırçıltılı, içərisi pambıq kimi yumuşaq toyuq budlarını hazırlayıram. Mən burada 7 ədəd toyuq budundan istifadə etdim. Öncədən yuyub, dərisini təmizləyib qazana əlavə edirəm. Üzərinə 1 ədəd orta boy soğan əlavə edirəm. 1 ədəd dəfnə yarpağı, 5-6 ədəd qara dənəvər istiot və üzərinə çıxana qədər soyuq su əlavə edib qazın üzərinə yerləşdirirəm. Üzərini kəfin yığdıqdan sonra zövqə görə duz əlavə edirəm və tam bişənə qədər qaynadıram. Kənarda suda qaynatdığım kartoşkaları yaxşıca əzib püre halına gətirirəm. Qeyd edim ki, mən burada 1 kiloqram kartoşkadan istifadə etdim. Bu arada dəyərli izləyicilər, kanalımıza hələ də abunə deyilsinizsə abunə olub, videonu bəyənməyi unutmayın. Siz dəstək olduqda, videoların baxış sayısı, bəyənisi artdıqda mənim də motivasiyam güclü olur və istəyirəm ki, çoxluca videolar çəkim, sizinlə paylaşım. Dəstək olan hər bir kəsə çox təşəkkür edirəm. Kartoşkaları əzib hələlik bir kənarda gözlədirəm və bişirdiyim toyuq ətlərini sümüklərindən ayırıram. Ətləri sümüklərindən ayırdım. Sümükləri də hələlik bir kənarda gözlədirəm. İndi isə ətləri xırda-xırda doğrayıram. Doğradığım ətləri kartoşkanın üzərinə əlavə edirəm. Bir ədəd yumurta əlavə edirəm. Xırda doğranmış 2-3 sap şüyüd əlavə edirəm. Zövqə görə duz, istiot əlavə edirəm. Və bunları birlikdə yaxşıca qarışdırıram. Qarışdırıb qoyuram hələlik bir kənara və bir qabın içərisinə 3 ədəd yumurta əlavə edirəm. Üzərinə biraz duz əlavə edib yumurtaları qarışdırıram. Digər boş qabın içərisinə suxarik əlavə edirəm. Əlimi soyuq suya batırıb hazırladığım kartoşka ilə ət qarışımından bu cür əlimdə sümüyü də içərisinə yerləşdirib yenidən toyuq budu hazırlayıram. Hazır olan budları öncə yumurtanın içərisinə, sonra isə suxarikə bulayıram. Bu proses 2 dəfə təkrarlanır.
Hamısını hazır etdikdən sonra qazın üzərinə bir balaca bir qazan yerləşdirirəm. İçərisinə duru yağ əlavə edirəm. Yağ yaxşıca isindikdən sonra toyuq budlarını bir-bir yağın içərisində bu formada qızardıram. Hər tərəfini yaxşıca çevirib qızartdıqdan sonra artıq yağının çəkməsi üçün salfetin üzərinə çıxardıram. Eyni qayda ilə qalan budları da bu cür qızardıram. Və budur. Sonda çox gözəl, ləzzətli toyuq budları hazırdır. Mən də ilk dəfədir ki, bunu hazırladım. Çox bəyəndim. Hazırlayan hər kəsə nuş olsun. Videom əgər xoşunuza gəldisə, bəyənməyi, kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun.